Siz cəmiyyətdə çox sayılıb seçilən insanlardan birisiniz. Xalq sizə inanır və dediklərinizi bir mənalı olaraq qəbul edir. Nə əcəb arağı reklam eləmişsiniz? Arağı? Qulaq asın deyim, çox maraqlı sualdır. Çox doğrudan da yerinə düşdü bu. Əfsus ki, 1828-ci ildən bəri Rusiyanın təsiri altında yaşamışıq biz 200 ildən çox və onlardan bərabər araq içməyə başladı. Bizim bəlkə 45, 50, bəlkə də 60% insanlarımız araq içirlər. Bütün bunları nəzərə alaraq, mən bir həkim kimi qeyd elədim ki, əziz insanlar, araqlar da nə kökdədir, harada, padvallarda buraxırlar, and olsun Allah'a, bilinmir hansı spirtdir, onda çoxlu miqdarda zəhərli maddələr var, siz onu bilmirsiniz, o zəhərli maddə büyün biraz içdi, qaraciyərini burada zədələdi, orada ürəyini zədələdi, orada nə bilim mən beynini zədələdi. Bax, belə-belə amma adam öldü və qaraciyər sirrozundan öldü. Xəstəlik qaraciyər sirrozudur, heç kəs demir araq öldürdü. Əziz insanlar, araq içməyin, amma içirsən təmiz iç. Mən bunu da reklam eləmişəm qızım, amma onların hamısını qaralayıblar. Rəşdi müəllim deyir, arağı reklam. Yəni keyfiyyətdə araq olanda içmək olar? Niyə olmur ki? Qidadır, niyə olmur? Qidadır. Amma yəni nə? Hansını? Bilmirəm, mən deyirəm ki, mənim bir sözüm var. İçməyin, içirsinizsə, çox xahiş edirəm, normal araq için.